Yani geldi Baba Dağı'da. İndi keçək toponimlərə. Çok maraqlıdır. Nuhun var. Abala. Burada verir də Nuha. Şəkil. Niyə bunu şəkilə düz? Elə adı ilə durub da Nuhun adı. Bundan o adı yoxdur. Şəkidən qədim yeri yoxdur. Elə Nuha bağlıdır. Qəbələdə Sultan Nuha. Bəli. Dünyanın ilk sultanı Nuh olub. O da burada da. Çünki bu yerlər təbii qidalarla zəngin idi. Yəni burada ac qalmaq qeyri-mümkündür. Amma Ağrı dağında düşüb ona yedi. Və yaxud da ki o vaxt heç adam olmayıb Nuh'un dövründə qismən adam olub. Fərat Dəclə sahilində onlar nə yeyirdi? Bax görürsünüz, bu hadisələr mənim xalçamda görürsünüz necə oturub burada. Hamısı əyani şəkildə oturub və göstərir. Dəqiqliklə göstərilir. Bəli. Bundan o yana tarix yoxdur. Demək bəşər tarixi. Ona görə də Turi Erdal 6-cı gəlişində Qobustan qayaları yüzlərlə qayıq şəkli var. Baxdı, dedi ən qədim qayıqlar bunlar olub. Şumerdən, Misirdən qabaqki qayıqlardır. Bəli, ən qədim qayıqlar bunlar idi. Nədən hazırlanıb? Dedi bu qayıqlar qamışdan hazırlanıb. O da hardadır? Mənə qamışı tapın. Bu qamışlar xüsusi qamışdır. Demək çox maraqlıdır. Budaq o mərhum akademikimiz, gözəl insan, böyük insan məni çağırdı yanına. Dedi ki, sən düz deyirsən, düz yazırsan. Turi Erdal bizə dedi ki, qamışı getdik, Hacı Qabıldan tapdıq. Xüsusi qarğılardır. Onlar su buraxmır. Bəli. Onun qabığı su buraxmır. Turi Erdal deyir, dünya alimləri mənə qarşı çıxdılar ki, nə danışsan, o bir həftədən sonra şişib parçalanacaq. Bütün alimlər mənim əleyhimə çıxdı. Ancaq dövlət məni müdafiə elədi. Və qayığı hazırladıq. 101 gün suda qaldı, qayıq öz qüvvəsini itirməmişdi. 101 gün. 3 aydan 3 ay yarım ərzində suyun üzərində qaldı, itmədi. Bəli, bəşəriyyətin ən qədimləri qayıqları. Qayığın bir nişanəsi əvvələ Nuhun adına gələndə Nuh döy bu. Adın özünün vurğusu var. Nöh. Səmanın 9-cu qəti. Yəni Allahın elçisi. 9 ərş fələkdir. 7 çirkli qatdır. 8 mələklər olan qatdır. 9 Allah dərgahıdır. Bəziləri ilə başa düşür ki, elə 7 göy 7 qat. Xeyr. Klassiklərin hamısında var. Göy 3 qatdır. 7, 8, 9.